Eşitdim karşılasan nə mücrülərdən biri Radyo İran'da der morudu bizim Vestah bu Təbrizdə olan nümayişnamələr ifazə-i feyzi verib. O Besavat qərdəşə xaşımıdır geçsin mütali eləsin tarix Azərbaycanı. O Vestah buyurduğu fərmayişlər dəri dömrünün barəsində, dədən qurdun barəsində, o bislərin barəsində geçimi mütali eləsin da, qəblə bu iki ağzını açsın, söhbət eləsin, görsün Azərbaycanın iftixaratı nə mənədir, Azərbaycanın nəqilləri nə mənədir. Məlik Məmmədin nəqilin mənim atam rəhmətlik mənə uşadım deyərdi, yadımdadır. Noxudunun nəqlini deyərdi, yadımda. Şah Abbasın nəqlini deyərdi, yadımda. Dəri dömrünün nəqlini deyərdi, yadımda. Dədə Qurdun nəqlini deyərdi, mən yadımda. Bunlar hamısı yadımızda. O Besavat qərdəşə və ona orada yol açanlara, radyo, televizyona xahişim budur ki, Beslah yollayanda söhbət rəsində burada tarix Azərbaycan, el adam yollasın ki, tarix Azərbaycanı bir vərəxlasın. Azərbaycan doğrudur belə nəqillərlə, Azərbaycan doğrudur belə taliblərlə, belə xərə xub mücrüdür da, istir özündən bizzat deyə, belə xərər ziriyim məhzərizə, dədəsinin gözünü çıxardı və yolda Koroğlu kol olmaz.